Salam əziz izləyicilər. Bugünkü dərsimiz iqtisadi sistemlər, iqtisadi məqsədlər, iqtisadi metodlar və iqtisadi yanaşmalara həsr olunmuşdur. Gəlin iqtisadi sistem anlayışı ilə tanış olaq. İqtisadi sistemi başa düşmək üçün biz sistem anlayışını başa düşməliyik. Məsələn, alma müəyyən bir tamdır və bu tamı əmələ gətirən onun elementlərinin, onun molekullarının müəyyən formada düzülüşüdür. İqtisadi sistemlər də bu formadadır. İstehsalçılar arasındakı münasibətlər, istehsalçı və dövlət arasındakı münasibətlər, istehsalçı və istehlak edən, yəni alıcılar arasındakı münasibətlərin məcmusu hər hansı bir iqtisadi sistemi əmələ gətirir. İqtisadi sistemlər öz səviyyəsindən və növündən asılı olmayaraq əsas 3 vəzifəni yerinə yetirir. Bunlar nə istehsal etmək, necə istehsal etmək və kimin üçün istehsal etmək məsələləridir. Həm də iqtisadi olaraq ən vacib suallardır bunlar. İqtisadi sistemin müxtəlif növləri vardır. Gəlin bu növlərlə tanış olaq. Bazar iqtisadi sistemi, inzibati amirlik sistemi, ənənəvi iqtisadi sistem və qarışıq iqtisadi sistem. Bu iqtisadi sistemlərlə bir-bir tanış olacaq. İlk öncə bazar iqtisadi sistemi. Bazar iqtisadi sisteminin əsas ünsürləri tələb, təklif, qiymət və rəqabət hesab olunur. Və bazar iqtisadi sistemində iqtisadi münasibətlərin aparıldığı yer məhz bazardır. Bazar əsasında qurulmuş bir sistemdir və tələb və təklifin qarşılıqlı əlaqəsi bu iqtisadi sistemdə qiyməti formalaşdırır. Bazar iqtisadi sisteminin əsas hərəkətverici qüvvəsi isə rəqabət hesab edilir. Bazar iqtisadi sistemi müasir dünyada ən geniş yayılmış iqtisadi sistem hesab olunur və bu iqtisadi sistem məhz dünya iqtisadiyyatının da hərəkətverici qüvvəsidir. Növbəti tanış olacağımız iqtisadi sistem inzibati amirlik sistemidir. İnzibati amirlik sistemi sosial ədalət prinsipləri üzərində qurulmuşdur və uzun müddət ərzində bu iqtisadi sistemi yaşatmaq mümkün olmamışdır və bunu dünya təcrübəsi də göstərir. Bu iqtisadi sistemdə mərkəzi planlaşdırma mühüm rol oynayır və bütün məsələn bu iqtisadi sistemin mövcud olduğu ölkədə qiymətlər və yaxud firmaların, müəssisələrin nə istehsal etməsi mərkəzi plan əsasında, məsələn SSRİ-də mərkəzi komitənin tapşırıqları əsasında yerinə yetirilirdi. İnzibati amirlik sistemi nə ən böyük nümunə keçmiş SSRİ hesab edilir. Müasir dünyamızda da bu iqtisadi sistem müəyyən dərəcədə Çində mövcuddur və Şimali Koreyada bu iqtisadi sistemə biz rast gələ bilərik. Növbəti iqtisadi sistem ənənəvi iqtisadi sistemdir. Ənənəvi iqtisadi sistem milli adət və ənənələrə və dini etiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsidir. Bu iqtisadi sistem yarı inkişaf etmiş olur və vərəsəlik prinsipinə tabe olur. Məsələn, bu iqtisadi sistemdə artıq torpağı şumlamaq üçün yeni texnologiyalardan yox, ənənəvi üsullardan istifadə olunur. Ənənəvi iqtisadi sistem hal-hazırda Afrikanın inkişaf etməmiş ölkələrinə xasdır. Qarışıq iqtisadi sistem. Qarışıq iqtisadi sistem bazar iqtisadi sistemi və inzibati amirlik sisteminin birləşməsidir. Müəyyən iqtisadi sistem olaraq bir-biri ilə qarşılıqlı təsiri nəticəsində formalaşır. Bu iqtisadi sistemə ən böyük nümunə müasir dünyamızda Çini misal göstərmək olar. Çində ölkədə yerləşən firmaların və mülkiyyətin müəyyən hissəsi özəlləşdirilib və bazar iqtisadi sisteminə əsaslanmaqdadır. Qeyd edim ki, inzibati amirlik sistemində dövlət mülkiyyəti əsas rol oynayırsa, bazar iqtisadi sistemində isə özəl mülkiyyət əsas rol oynayır. Və məsələn Çində xarici özəl şirkətlər, firmalar Çində fəaliyyət göstərir
və yerli firmalarla birlikdə bu yerli firmaların içərisində böyük həcmdə də dövlət firmaları var. Onlarla birlikdə fəaliyyət göstərirlər. İqtisadiyyatın öyrənilməsində müxtəlif iqtisadi metodlardan istifadə olunur. İqtisadi metodlardan ilki induksiya metodudur. İnduksiya metoduna misal olaraq, məsələn, mütəxəssis şəhər ərazisində hansı rəngli oyuncaqların daha çox satılacağını öyrənmək istəyir və bunu müəyyənləşdirmək üçün müşahidə aparır və bu müşahidələr nəticəsində görür ki, sarı və qırmızı rəngli oyuncaqlar daha çox satılır həmin şəhərdə. Və bunu öz kitabında və məqaləsində qeyd edir və beləliklə müəyyən bir nəzəriyyə yaratmış olur. Və bu metod xüsusidən ümumiyə keçiddir. Yəni biz praktiki olaraq gördüklərimizi nəzəriyyəyə çeviririk. Digər bir metod isə deduksiya metodudur. Deduksiya metodunda isə, məsələn, bu məqaləni və yaxud kitabı oxuyan hər hansı bir marketoloq, yəni satışla məşğul olan şəxs, bu məlumatlar əsasında istehsal prosesinin təşkil olunmasını təklif edir. Bu artıq deduksiya metodudur. Biz nəzəriyyədən, hazırlanmış nəzəriyyədən praktikada istifadə edirik. Və bu kimi müxtəlif metodlardan iqtisadiyyat elmində istifadə olunur. Məsələn üçün, riyazi metodda buna misal göstərilə bilər. İqtisad elmində həm də yanaşmalar mövcuddur. Müxtəlif yanaşmalar mövcuddur və bu yanaşmalar əsas etibarı ilə iki mühüm qrupa bölünür. Normativ yanaşmalar və pozitiv yanaşmalar. Normativ yanaşmalar əsas etibarı ilə bizim şəxsi fikirlərimizə əsaslanır və bu yanaşmaların doğru olma ehtimalı çox azdır. Çünki istənilən bir iqtisadi nəzəriyyə həm də pozitiv yanaşmaya əsaslanmalıdır. Pozitiv yanaşma isə nəzəriyyəyə, faktlara və yaxud statistik göstəricilərə əsaslanan yanaşmadır. Biz gündəlik həyatımızda da normativ yanaşmalara daha çox şahidi oluruq. Nəinki pozitiv yanaşmalara. Pozitiv yanaşmaları isə əksər hallarda iqtisadçılar və yaxud iqtisadi biliyi olan şəxslərdən eşitmək mümkündür.